11:38 əməliyyatımıza indi başlayırıq. Başlayaq 2 ədəd implantımızı qoyaq görüm nə qədər vaxt gedəcək. Başlayaq. Bu 4-cü dişimizdir. Əslində 5-ci, 6-cı və 7-ci diş yoxdur. Bu ağıl dişidir. Ağıl dişini çəkməyi düşündük. Çəkməyə də bilərik, amma gələcəkdə bu diş tək olduğu üçün qapalıdır. Burada müəyyən bir aralar əmələ gəlir və implant üstü körpü ilə bu dişin üstündə buna qapaq qoysaq da belə müəyyən bir aralardan burada qidalar yığmalar və implanta, periimplantı təhlükəsi olacaq. Ondan əlavə bu dişin üstündə də diş də yoxdur. Biraz bağlasaq, bağlayın, zəhmət olmasa bağlayın. Bağlayın. Bağlayarkən görürük ki, o dişin üstündə diş də yoxdur. O səbəbdən də o bizə o qədər də gərəkli deyil. Amma burada başqa bir nüanslardan biri də bu dişləri görürük. Sanki güzgüdə bunun əksimiş kimi görünür. Aşağı dişlər burada əvvəllər diastema dediğimiz, yəni iki dişin arasında ara əmələ gəlib və bu araya görə aranı bağlamaq üçün bu boyda böyük bir dişlər qoyulub. İndi pasiyent istəyir ki, bunları da yonub bu böyük məsafələri bu dişlər arasında paylayaraq qabaqda incə dişləri düzəldək. Ondan əlavə burada diş olmamağı səbəbindən bu dişlər də axıb yavaş-yavaş arxaya gəlib, bu məsələnin yerində dönüb. Bunu görürsünüz, belə də əslində belə fırlanmalıydı. Yəni bu dişin yanaq tərəfidir, bu isə dil tərəfidir əslində. Burada isə diş belə fırlanıb yerində. İndi buraya 2 ədəd implant qoyacağıq. Üzərlərinə 3 ədəd diş düzəldirik. 3 ədəd üçün bu ara məsafə əslində kiçik, 2 ədəd üçün isə daha böyükdür. Ağıl dişini çəkəndən sonra məsafəni paylaya biləcək deyə düşünürəm. Böyle. Qorxu var mı? Biraz. Qorxu deyil, birazdır. Başlayalım. Ağrı var mı? 4 mm qalınlıq, 8 mm yarım uzunluq. Tam 35 torkla implantımızı bağlamış olduq. Evet. Tamamen her tarafı sümüğün içinde implantın. 4 mm yarım implantın enidir. 8 mm yarım uzunluğudur. İmplantın her tarafı sümüğün içinde, bu hissədə sümüğün içinde. Bu hissəyə görə biraz dərin edirik. Zaten bu hissəni götürəcəyik. Dişin çəkildiyi yeri dolduracağıq. Böylece paralel qaydada yüklədik. Hər tərəfi buradan qabağa görürüksə implant hər tərəfi sümüğün içində. Burada böyük görünebilir, amma biz bura qədər hündürdə saxlaya bilmərik ki, implant çöldə olacaq. Ona görə belə gözəl formada alındı. 2 ədəd implantımız artıq yerləşdi bura. Rahat bir qaydada, paralel bir şəkildə. Qapağıcı bir dana bağladı. Bir diş çəkimi, 2 ədəd implant qoymaqla əməliyyatımızı tamamladıq. Ağrı var? Xeyr. Hə? Xeyr. Nə oldu? Nə hiss elədiniz? Hiçbir şey. Bir dənə iynə vuranda hiss elədiniz, yoxsa? Bəli. Bir şikayət var mı? Xeyr. 12-13 əməliyyatımız bitdi. Əməliyyatımız tamamlandı. Biz yekun. Yəni tələsi işləmədik, sərbəst vaxt qısa getsin deyə vaxtı qovmadıq. Tam rahatlıqla işləyib. Yəni deməyim budur ki, əməliyyatlarımız ağrısız olur. Əməliyyatdan sonra da demək olar ki, ağrı olmur. İmplant gözünüzdə böyütdüyünüz kimi çətin bir prosedur deyil. Qonşum qoydurmuşdu, tanışım qoydurmuşdu implant 2-3 ayla əməliyyat yeri irinlədi filan. Belə hallar ən çox sterilizasiyadan asılı bir şeylərdir. Sterilizasiya qaydasında olanda təcrübəli həkim tərəfindən bu işlər görüləndə demək olar ki, bu hallar sıfıra bərabər olur. İmplant qoydurduğunuz yerlər, onlara diqqət edəcəksiniz, sterilizasiya qaydalarına diqqət edəcəksiniz. Yəni, böyük bir əməliyyatdırmış kimi, transplantasiya əməliyyatıdırmış kimi, yəni ya böyük bir başqa bir prosedurmuş kimi yanaşırıq ümumiyyətlə implant əməliyyatlarının sterilizasiyasına. Xeyirli uğurlu olsun deyirik.